Tamam, hoş gördük sizləri. Bizim bugünkü mövzumuz kainat və Günəş sistemi planetləri olacaq. Kainat və qalaktika anlayışına keçən dəfə qısa şəkildə özət vermişdik. Kainat nədir, qalaktika nədir? Kainat qalaktikalardan təşkil olunmuş səmanın bir hissəsidir. Yəni kainat daha geniş anlayışdır. Qalaktika isə ondan kiçik anlayışdır. Qalaktika dedikdə qalaktikaya daxildir milyardlarla ulduzlar və digər səma cisimləri. Bizim yaşadığımız qalaktika adlanır Süd yolu qalaktikası. Biz Süd yolu galaktikasında yaşayırıq və Süd yolu galaktikasının kənarda görüntüsü bu şəkildədir. Biz deyirik ki, bu qalaktikalar milyardlarla ulduzlardan təşkil olunur. Ulduzlar da öz xüsusiyyətlərinə görə, parlaqlıqlarına falan, digər xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər ki, qədim zamanlardan da bu şəkildə ulduzları qruplaşdıraraq bürcləri yaratmışdılar. Bürclər bir-birinə yaxın yerləşən ulduzlar qrupudur. Məsəl üçün, kiçik ay bürcü var, böyük ay bürcü var, şir bürcü var, oxatan bürcü var və digər bürclər var. Kiçik ay bürcünün ən parlaq ulduzu qütb ulduzudur ki, o şimal qütbündə yerləşir və hansı ancaq şimal yarımkürəsində görünür, cənub yarımkürəsində görünmür. Və hansı coğrafi enlikdə dayanmışıqsa, ora o bucaq altında yəni görüntüsü o bucaq altında olur. Tamam, 50 dərəcə şimal enliyində dayanmışıq, məntəqə 50 dərəcə şimal enliyindədir. Deyir qütb uldusunun düşmə bucağı ilə 50 dərəcə bucaq altında düşür. Bu deməkdir ora. Güclər bunlardır. Qədim dövrlərdən səma cisimlərini öyrənməyə maraq yaranmışdı. Bunun üçün teleskop icad olmuşdu. Teleskop icad edən Galileo Galilei olmuşdu. 17-ci əsrdə icad eləmişdi. Bizim yaşadığımız qalaktikanın, yəni Süd yolu qalaktikası mərkəzində ən parlaq ulduz Günəş dayanır. Günəş orta ölçülü ulduzdur. Günəşdən də nəhəng ulduzlar var. Sadəcə bizim qalaktikanın ən nəhəng ulduzu Günəşdir. Eee, deməli, Günəş mərkəzdə dayanır, özündən işıq və istilik saçır. Onun ətrafında 8 planet və digər səma cisimləri, asteroidlər, meteoritlər qərbdən şərqə doğru hərəkət eləyirlər. Qərbdən şərqə doğru hərəkət eləyirlər və Günəşdən işıq və istilik alırlar. Yerlə Günəşin bir dənə müqayisəsinə baxaq, çünki yer əsas bizim yaşadığımız planetdir. Yer Günəşdən 109 dəfə kiçikdir diametrinə görə. Yerlə Günəşin arasındakı məsafəsi 150 milyon kilometrdir. Bunları bilək, indi digər hissələrdə digər anlayışları izah eləyəcəm. Deməli, bizi əhatə eləyən Günəşi əhatə eləyən 8 planet xüsusiyyətlərinə görə iki qrupa ayrılırlar. Daxili qrup planetlər və xarici qrup planetlər. Daxili qrup planetlərin tərkibi əsasən bərk maddələrdən təşkil olunub, silisium və dəmirdən. Su və qaz da var tərkibində. Xarici qrup planetlər isə əsasən qazvari olur. Ona görə biz xarici qrup planetlərdə həyat axtarmırıq. Yaşamaq üçün, litosfer təbəqəsinin olması üçün biz daxili qrup planetlərdə həyat axtarırıq. Daha sonra ölçüsünə görə ən nəhəng planetimiz Yupiterdir. Ondan sonra gəlir Saturn. Ə, Bu diametri isə digərlərinə görə sıralayırsınız. Ən kiçik planetimiz isə Merkuridir. Ən kiçik Merkuri, ən böyük Yupiterdir. Xəyali ox ətrafında fırlanma müddətinə gələndə planetlər iki cür hərəkəti var. Bir öz oxları ətrafında, bu dairə çizilir, yəni öz oxları ətrafında fırlanırlar. Bir də Günəşin ətrafında fırlanırlar. Bu şəkildə hərəsinin özünün orbit xətti var. Orbit xətti üzrə dövr eləyirlər. Bu orbit xəttlər də ellipsvari formadadır və Günəş ətrafında qərbdən şərqə doğru fırlanırlar. Amma Mars istisnadır. Mars əksinə fırlanır, şərqdən qərbə doğru fırlanır. Günəş ətrafında fırlanmasına görə orbit xətti daha qısa olan Merkur daha tez fırlanır. Orbit xətti ən uzaqda yerləşən Neptun isə daha gec fırlanır. Çünki onun gedəcəyi yol daha uzundur. Günəş ətrafında ən tez fırlanan Merkuri, ən gec fırlanan Neptundur və qanunauyğunluq da bu şəkildə sıra ilə gedir. Yəni Merkuridən Neptuna doğru qanunauyğunluq şəkildə gedir. Amma öz oxu ətrafında fırlanmada qanunauyğunluq pozulur. Öz oxu ətrafında ən tez fırlanan Yupiter planetidir. 9 saat 55 dəqiqə ərzində öz oxu ətrafında dövr eləyir. Öz oxu ətrafında ən gec fırlanan isə Venera planetidir. Onun bir sutkası bizim 243 günümüzə bərabərdir Venera planetinin. Daha sonra planetlərin ətrafında da qərbdən şərqə doğru qanunauyğunluqla peyklər hərəkət edir. Merkuri və Veneranın peyki yoxdur. Yerin bir dənə peyki var. O da aydır. Təbii peyki aydır. Daha sonra Marsın iki peyki var. Yupiter, ən çox peyki olan planetlər Yupiterlə Saturn planetləridir. Deməli, Yupiterdə 67 peykdir, Saturnda 82 peykdir. Yupiterin ən böyük peyki adlanır Geomeda və Io peykləri var orada. Saturnun ən böyük peyki Titandır. Uranın ən böyük peyki Triton və orada bir dənə də peyk var, Oberion adında peyki var. Oberion.
Neptun isə 14 peyki var. Ən böyük peyki adlanır deməli Titaniya. Üzrsən. Uranda Titaniyadır. Titaniya. Titaniya və Oberion. Neptunda isə Tritondur. Neptunda Triton. Saturnda Titan. Biri Titandır, biri Titaniyadır, biri də Tritondur. Yupiterdə isə Geomeda'dır, amma bir dənə də orada peyki var əlavə Io peyki adında peyki var. Peyklərin sayına görə Yupiter və Saturn seçildi. Daha sonra səmada deməli asteroidlər var ki, kosmosda hərəkət edirlər, asteroidlər. Asteroidlər ən çox cəmlənib Mars və Yupiter planetlərinin arasında. Asteroidlərdə hesab olunur ki, əvvəl hər hansı bir planetin qalıqlarıdır, yəni planetin parçalanması nəticəsində yaranıb onlar. İri ağır daş parçalarıdır. Meteoritlər isə asteroidlərin parçalanmasından yaranıb. Ən çox asteroid cəmlənir daxili və xarici qrup planetlərin sərhədlərində, yəni bu hissədə Marsla Yupiterin arasında cəmlənmişdir. Daha sonra ən isti planetimiz Veneradır. Bu həm Günəşə yaxınlığı, həm də vulkan püskürməsi ilə bağlıdır. Ən soyuq planetimiz isə Urandır. Diqqət eləsəz, hamısı Günəş ətrafında bu şəkildə dövr eləyirlər. Amma bir dənə Uran diskvari şəkildə dövr eləyir Günəş ətrafında. Ona görə Uran ən soyuq planetdir. Çünki onun təkcə bu hissəsi Günəşdən işıq və istiliyi alır. Digər hissəsi işıq və istiliyi almır. Ona görə o hissələri soyuqdur. Yəni Günəşdən uzaqlığına görə Neptunu nəzərdə tutmuruq. Ən isti Venera, ən soyuq Urandır. Həmçinin Uran planeti səmada mavi rəngdə görünür. Bunun səbəbi onun tərkibində olan metan qazları ilə əlaqədardır. Yupiter zolaqlı şəkildə görünür. Bu arada küləklərin sürətinin saatda 600-dən çox olması ilə əlaqədardır. Yəni küləklərə görə ora zolaqlı şəkildə görünür. Saturn ətrafında daşdan halqalar təşkil olunub, halqavari şəkil görünür onun ətrafında. Sonra Mars da səmada qırmızı rəngdə görünən planetdir. Bu şəkildə bu planetlərin də xüsusiyyətlərindən qısa şəkildə bunları deyə bilərik. Daha sonra gəldik. Yerin təbii peyki dediyi aydır. Ayla bir dənə burada astronomik vahid izah eləmədim. Astronomik vahid nədir? Yerlə Günəş arasındakı olan vahid, Günəşlə planetlər arasında olan ki vahid adlanır astronomik vahid. Yerlə Günəş arasındakı olan astronomik vahid adlanır bir astronomik vahid. Digərləri isə Merkurdə sistem %38, yerdə sistem %70 kimi cədvəli bilməliyik. Misal üçün deyir ki, Merkur ilə Günəş arasındakı məsafəni tapın. Merkuri bilir ki, sıfırdan %38 avdır. Sıfırdan %38 avı vurmalıyıq bir ava. Yəni yer kürəsi ilə Günəş arasındakı olan məsafəyə 150 milyona. Buna vururuq. Yerlə Günəşlə Merkur arasındakı məsafəni tapırıq. Tutalım Yupiterlə Günəş arasındakı məsafə deyir. 5-dən %20-ni vururuq 150-yə və biz də buradan Günəşlə Yupiter arasındakı məsafəni tapırıq. Astronomik vahid yerlə Günəş arasındakı məsafəyə bərabərdir. Bir astronomik vahid yəni. Daha sonra keçdik. Dedik ki, yerin təbii peyki aydır və bir peyki var. Ay yer ətrafında qərbdən şərqə doğru onun ətrafında dövr eləyir. Ay yer ətrafında tam dövrəni 28 günə başa çatdırır. İlk gün ayın görüntüsü olmur. Birinci gündən 14-cü günə kimi ay yavaş-yavaş böyüyür və 14-cü gündə bütöv hal alır. 14-cü gündən sonra isə geriyə yenidən ay kiçilməyə başlayır. Görüntüsü yəni azalır. Bu ayın səhifələri adlanır bu görüntülər. Və bu hər ay təkrarlandığına görə aydan təqvim kimi istifadə olunur. Daha sonra ayla yer arasındakı məsafə də 384 min kilometrdir. Günəş arasındakı məsafə isə yerlə Günəş arasında 150 milyon kilometrdir. Bugünkü dərsimizdən də əsas hissələr bu qədər idi.